Sasanilərin hakimiyyətdə olduğu dövrdə Azərbaycan, Cənubi Azərbaycan ərazisi onların əsas şəhərləri Qazaka şəhəri idi, digər şəhərlər də həmin dövrdə və əsas məbəd, baş məbəd, Zərdüştlüyün baş məbədi Cənubi Azərbaycanda yerləşirdi. Azərkuşnasp adlanırdı həmin məbəd və həmin məbədin baş məbədidir, dini mərkəz idi və bu Sasanilər hakimiyyətə gələndən sonra, taxta çıxandan sonra hökmən gedib həmin məbədi ziyarət etməli idilər, ora boyun əyməli idilər. Həmin məbədin xeyir duasını alandan sonra qanuni şəkildə şahlıqlarını edə bilərdilər. Yəni, bax, bu Azərbaycanın mərkəzinin də xüsusi bir rolunu vurğulayır. O məsələdə mən isə bilirəm ki, nəzərdən qaçmamalıdır. Və onların hakimiyyətdə oldular. Yəni, 3-cü əsrdən ərəblər regiona gələnə qədər bunlar hakimiyyətdə oldular və bir məsələndə mən sizə deyim ki, Cənubi Azərbaycan xüsusi statusla bu sülalənin hakimiyyətində olduğu ad deyilir, yenə də ad deyilir ki, çox mənbələrdə Midiya deyirdi. Öz dövlətimizin adı ilə gedirdi ad. Baxmayaraq ki, Sasanilərin sülaləsi idi orada hakimiyyətdə. Və xüsusi bir statusa malik idi. Yəni, dediyimiz o məsələyə ki, şah seçiləndə gedib orada xeyir-dua almalıydı. Ona görə də bizim Cənubi Azərbaycanda olan dini mərkəzin bu hakimiyyət üzərində təsiri daha güclü idi. Nəinki bu hakimiyyətin, bu sülalənin bizim Cənubi Azərbaycana olan təsir imkanları. Bu bir. İkincisi, bizim şimal torpaqlarımızda, indi dünyanın Albaniya dedikləri ərazidə, Arran ərazisində, bizim Arran ərazimizdə isə yerli sülalələrin hakimiyyəti 6-cı əsrin əvvəllərinə qədər davam elədi. Təxminən 80-90 il onlar hakimiyyətdən uzaqlaşdıra bildi Sasanidən onları. Ondan sonra yenidən növbəti yerli sülalə Mehranlar hakimiyyətə gəldi. Və bütün dövr ərzində də əsasən Azərbaycanın yerli sülalə tərəfindən idarə olundu. Və süqutuna gəldi çatırıq ki, çox ərəblər meydana çıxanda, ortaya gələndə, regiona gələndə Sasanilərin müqavimət, hakimiyyətin, bu sülalələrin müqavimət gücü demək ki, 0 dərəcədir. 3-cü Yezdəgird hakimiyyəti idi və təxminən ərəblər hakimiyyətə gələndə onun ardınca 12-13 yaşı olardı. Müqavimət gücü də yox idi, tanınmış Fars, onların sülaləsi məhsul olan nümayəndə də yox idi. 2 görkəmli sərkərdə vardı həmin dövrdə bu sülalənin idarə etdiyi ərazidə. Onlardan biri bizim cənub torpaqlarımızda, yəni Azərbaycan və yaxud Adərbaycan vilayətinin hakimi idi. Rüstəm Fərruxzad, Fərruxzad adını da siz götürün, müasir Azərbaycanda Zadə sözü var kökündə. Yəni, Zadə mənsubiyyət, hansı nəslə mənsub olduğunu bildirir. Onun bir forması idi, Fərruxzad, Rüstəm Fərruxzad. Rüstəm Fərruxzad həm Azərbaycan əyalətinin rəhbəri idi, eyni zamanda bu Sasanilər ordusunun baş komandanı idi, baş sərkərdəsi idi. O, cənubdan gəldi, ərəblərə qarşı döyüşmək üçün, eyni zamanda şimalda da bizim Cavanşir hakimiyyətdə idi. Cavanşir də oradan gəldi. Yəni, 2 Azərbaycan hökmdarı, 2 Azərbaycan sülaləsi ərəblərə qarşı müqavimət göstərdi, orduya başçılıq elədi və onların arasında 636-cı ildə indiki İraqın ərazisində, Küfə yaxınlığında Kadisiya və ya Kadusiya deyilən yerdə döyüş baş verdi. Qanlı bir döyüş baş verdi. Həmin döyüşdə Cavanşir çox sayılı yaralarla xilas ola bildi, çəkilə bildi, oradan geriyə öz ölkəsinə qayıda bildi. Amma Rüstəm Fərruxzad dünyasını dəyişdi, həlak oldu həmin döyüşdə və Azərbaycanda və qoşun rəhbərliyində onun yerini onun qardaşı İsfəndiyar Fərruxzad tutdu. Yəni, həmin əsl nümayəndəsi, başqa bir nümayəndəsi yoxdur. Bu Sasanilərin ki, ortaya çıxdı, müqavimət göstərsin. Və həmin döyüşlərə davamlı şəkildə yenə də Farslar bir müqavimət göstərə bilmədi. Həmin dediyimiz 3-cü Yezdəgird 642-ci ildə Nəhavət döyüşündə də özü də yoxdur döyüş, sərkərdələr döyüşürdü həmin döyüşdə də. Yəni, Azərbaycan sərkərdələri, Azərbaycan əskərləri və həmin döyüşdə də məğlub olandan sonra Sasanilərin tərəfi ondan sonra hakimiyyətdən əl çəkdi, qaçdı və 651-ci ildə müəmmalı şəkildə Mərv tərəfdə, yəni də ümid yerləri kimi türklərin şəhərləri seçmişdilər. Mərvə indiki Türkmənistan ərazisində, Aşqabadın yaxınlığında Mərv şəhəri idi, Aşqabaddan bir qədər uzaqdır. Mərv şəhərində ora getdi, orada da nəmalum şəraitdə öldürüldü. Yəni, belə bunların talihi, Sasanilərin talihi bu şəkildə bitdi. Mənim dediyim ondan ibarətdir ki, Sasanilərlə bağlı saxtakar dəstəklərə, kitablara, məqalələrə, yazılara heç kəs inanmasın. Real tarix bundan ibarətdir. Azərbaycan dövlətinin tarixində kiçik bir dövrü, kiçik bir epizodu bu Sasani sülaləsi təşkil etdi.
uğursuzluqla hakimiyyətə gəldilər, çevrilişlə hakimiyyətə gəldilər, çoxlu qanunlar tökdülər, biraz güclü olan vaxtı və bu cür rəzil şəkildə də hakimiyyətdən getdilər. Ərəblərə heç bir ciddi müqavimət göstərə bilmədilər.